فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وعلى آله وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Mesela Müslümanlar en birinci təqvalı olmamızı çağırıram. Və mühüm məsələlərdən də biri hansı ki, bəziləri bu məsələlərdə çaşıblar, başa düşmürlər İslamın mövqeyin bu barədə. O məsələ də vətən sevgisidir. Allah Subhanahu taala vətən barədə Quranda toxunur bir neçə yerdə. Yəni, insanın yaşadığı yerdən çıxarılması bildirilir ki, Allah Subhanahu taala bu ayələrdə bildirilir ki, bu da bir çətinliklərdən, əziyyətlərdən biridir insan üçün. Allah Subhanahu taala buyurur ki, Nisa surəsi 66-cı ayədə وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ اقْتُلُوا أَنْفُسَكُمْ أَوْ اخْرُجُوا مِنْ دِيَارِكُمْ مَا فَعَلُوا إِلَّا قَلِيلٌ مِنْهُمْ. Bu ayədə Allah Subhanahu taala öz insanın öz nəfsini öldürmək və ya öz vətənindən çıxmağı bir eləyib. Bir səviyyədə eləyib. Və ya başqa ayədə buyurur ki, Bəqərə surəsi 246-cı ayədə وَمَا لَنَا أَلَّا نُقَاتِلَ فِي سَبِيلِ اللّٰهِ وَقَدْ اُخْرِجْنَا مِنْ دِيَارِنَا وَأَبْنَائِنَا. Necə ki, Allah Subhanahu bu ayədə də onlar deyirlər ki, məyər biz necə döyüşməyək Allah yolunda, artıq bizi ayırıblar yaşadığımız yerdən və öz aləmizdən. Yaşadığımız yerdən. Necə Allah Subhanahu həmçinin bu ayədə göstərir ki, insan özün yaşadığın yerə nisbət eləyə bilər. Necə ki, başqa ayədə buyurur ki, Həşr surəsi 8-ci ayədə لِلْفُقَرَاءِ الْمُهَاجِرِينَ الَّذ۪ينَ اُخْرُجُوا مِنْ دِيَارِهِمْ. Əl-əyə. Allah Subhanahu mühacirlərdən danışır, o fəqir mühacirlərdən, onlar hansı ki, öz diyarlarından çıxıblar. Yəni, necə ki, bu ayədə də o yerdə yaşayanlara nisbət edilib, o yer. Yaşayanlar o yerə nisbət edilib. Yəni, öz diyarlarından çıxıblar. Onların diyarıdır o. Və başqa ayədə, Həcc surəsi 40-cı ayədə Allah Subhanahu buyurur ki, "Ellezîne ukhrijû min diyârihim bighayri haqqin illâ en yekûlû rabbunallah." Necə ki, bu ayədə də Həcc 40-da Allah Subhanahu taala yaşadığı yeri, vətəni orada yaşayanlara nisbət edir. Buyurur ki, onlar sadəcə Rəbbimiz Allahdır dediklərinə görə haqsız yerə öz diyarlarından çıxardılıblar. Öz vətənlərindən çıxardılıblar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem Ayşə radiyallahu anh rivayətində deyir ki, dua eləyir onlara ki, bəddua eləyir o adamlara ki, onlar ki, müsəlmanları öz torpaqlarından, öz vətənlərindən çıxartdılar. Allah subhanətlə buyurur, Peyğəmbər sallallahu aleyhi ve sellem duasında buyurur Allahumma la'an Şeybətə bin Rabi'ətə və Utbətə bin Rabi'ə və Umeyyətə bin Xələf kəmə əxrəcunə min ardinə. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem dua edir, bəddua ki, nədir? Məhz öz vətənindən çıxartdıqlarına görə, məcburi çıxdıqlarına görə, xüsusən də bu adamlar səbəb olduqlarına görə, Şeybə ibn Rabi'a və Utbə ibn Rabi'a və Umeyyə ibn Xələf onlar lənətləyir. Təyinlə. Nədir? Yəni, öz vətənlərindən çıxdıqlarına görə. Və lənət də bilirsiniz. Yəni, lənətin mənası Allah-Taala rəhmətindən uzaq düşməkdir. Yəni, deyirsən ki, Allah lənət tərəfini filan gətirə, yəni, Allah öz rəhmətindən uzaq elə onu. Onu demək istəyəm. Və lənət də ümumən oxumaq olar, amma xüsusənsə oxumaq sadəcə onlara olar ki, onları şəriət deyib. Məsələn, Üvey ibn Xələfə, məsələn, çünki Peyğəmbər falan lənətləyib onu. Amma belə Əhl-i Sünnə və Cəma adəsindən deyir ki, müəyyən şəxsi lənətləmək.
Onlar demək olar. Məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem onunla çoxsu lənət deyib. Məsələn, içki içənləri lənət deyib, içki satanı və s. Amma təyinlə filan kes lənət, o bizim adətdən deyil. Nə oldu Allah lənət eləsin? Nə oldu Allah filan kes lənət eləsin? Bu sələfin adətindədir, xüsusən də Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, mən lənət edən kimi yox, rəhmət edən kimi gəldim. Sadəcə bəzilərində istisnalar var. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem məhz vətənlərindən qolduqlarını görə, məcbur olub çıxdıqlarını görə, bu şəxslərə görə onları lənətləyir. Yəni, burada göstərir, vətən mövzusu var İslamda. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem necə şiddətli dua edir. Həmçinin İmam Əhməd rivayət ibn Musnəddə, İbn Macə və İbn Hibban və Hakim Mustadrakdə və başqaları Abdullah ibn Adidən İbn el-Həmra deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemdən eşitdim, o da miniyində gedirdi Məkkədə. Miniyində artıq gedirdi Məkkədən. Deyir ki, vallahi innəki Məkkə şəhərinə deyir ki, vallahi sən Məkkəyə deyir. Sən ən sevimli yersən, torpaqsan mənim üçün. Yəni, yersən. Və Allah subhanətə alə ən sevimli yersən. Əgər qövmün məni çıxartmasaydı, vallahi mən çıxmazdım. Yəni, fikir ver, Peyğəmbər sallallahu aleyhi ve sellem Məkkəyə nə deyir? Ən sevimli yersən. Hələ Məkkədə, hələ onda nə idi? Darül küfür idi. Və bunu göstərir ki, hətta darül küfür olsa, sənin vətənin olsa, deyirsən ki, mən sevirəm, burada bir şey yoxdur. Vətənmi? Bu təbii aldır. Sən vətənli sevmirsən oradakı qanuna görə və ya əhalisinə görə, şirkə görə, yox, sadəcə yaşadığın yerdir, doğma yerdir. Peyğəmbər sallallahu aleyhi ve sellem Məkkəyə belə deyirdi. Hələ Məkkə onda nə idi? Darül kufur. Necə ki, məşhurdursa, bəzi balacaların əlində bu. Oyuncağa dönüb. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem, bu hədisi İmam Əhməd var, qeyd edir. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem başqa hədislər buyurur. Bu barədə. Necə ki, məsələn, baxmayaraq ənsarlar, Mədinəllər, böyük dərəcələri var. Peyğəmbər sallallahu aleyhi ve sellem kömək elədilər. Lakin buna baxmayaraq, Peyğəmbər sallallahu aleyhi ve sellem mühacirləri ənsarlardan üstün edir. Həm fəzilətdə və bəzi şeylərdə. Ona görə nədir? Fəzilətlərindən də biri mühacirlərin nədir? Məkkəlilərin. Onlar vətənlərini tərk edirlər. Bu da fəzilətdir. Vətənlərinə hicrət etdiklərini görə. Ona görə Şeyxülislam İbn Teymiyyə, baxın Allah, mühacirlərin fəzilətlərindən danışanda deyir ki, fəzilətlərindən də həmçinin, çünki onlar Peyğəmbər əsasını kömək və vətəni tərk etməyi bilirlər, yəni hicrət edir. Və bu mövzuda çoxlu hədislər var. Ona görə müsəlman, yəni belə rivayətlərdən sonra necə öz vətəninə xəyanət edir, öz vətəni istəmək, öz vətəninə düşmək olmaq. Bunlar hamısı və öz vətənində fəsadı gətirib çıxartmaq, hərci məziliyə və s. Necə sən öz vətənində xəyanət edirsən? Məyər insan, xüsusən də müsəlman, öz vətənində xəyanət edirmi? Xüsusən də əgər sənin vətənin İslami vətəndirsən, yəni müsəlman ölkəsidirsən. Əksinə, müsəlman ölkəsidə vətəni sevməkdə, vətəndə dinin qalmağında, çalışmaqda, İslamın qalmağında, atmağında, Allah subhanətə şəriətləri ishar olmağında, səy etməkdə, vətəndə əmin-amanlığa kömək etməkdə, burada heç bir müxalif şəriyyəti bir şey yoxdur. Əksinə şəriyyətdən də yoluşlar. Ona görə belə məsələdə ehtiyatlı olmağını xüsusən balacalar çoxlu vəsvəsələr yayırlar. Arılar üçün belə, adamın qulağının dibində belə hərdən səs salırlar. Bazını da öyle, bir dənə vurgu ilə belə keçib geçsin. Adam balacaları qulaq asmaz. Xüsusən də elmsizlərə. Yəni elm, bir-iki dənə kitab oxumaq deyil, türk sözüdə və ya rusca. Və ya bir-iki dənə internet saytına girib, oradan bilinməyən o bir tərəfdə kim oturub,
oradan fikirlər götürüb yaymaq deyil. Elm budur, yoluşdan. Elm fəhmdir. Başa düşməkdir. Düzgün başa düşmək. Nə vaxt düzgün sayılır, necə ki, sələflər başa düşüb olacaq. Ona görə Şeyx Hüseymin Rahimullah Darul İslamdan danışanda onun vəsfində deyir ki, Darul İslamın vəsfi odur ki, İslami əhkamlar ishar edilir. Məsələn, azan kimi, cəmaat namazları, bayram namazları, cümə namazları, ümumən belə şamil qılınan. Gözə çarpaq dərəcədə. Amma Darul Küfür isə, ola bilər Darul Küfürdə bunlar olsun. Çünki balacalar bunu eşləndə, güldülərlə, istizal edilər. Dedilər ki, onda Amerikada Darul İslamdır, orada da azan verir. Yox, balaca, yox, hələ də. Amerikada da verə bilərlər, Fransada da, baxmayaraq Fransada meçidlər bizdən də çoxdur, o demək deyil, orada Darul İslamdır. O demək deyil, Darul İslamdır ora. Ona görə Şeyx Hüseymin deyir ki, Rahimullah, amma kafirlərin ölkələrində əgər bunlar versələr də, bu cür şeyləri etsələr də, azanı, namazı, lakin müsəlmanların az olduğuna görə ora Darul İslam sayılmır. Yəni, Darul Küfür sayılır. Çünki Darul İslam şəriətdə ümumən əhali ilə götürülür. Əhali çoxluq müsəlmandırsa, ora Darul İslamdır. Şeyxül İslam deyir, Rahimullah. Yox, əgər əhalisi çoxluğu kafirdirsə, onda ora küfür diyarıdır. Ona görə, məsələn, başqa ölkələrdə, qərb ölkələrində çoxluq kafirdirsə, ora Darul Küfürdür, hətta orada müsəlmanlar yaşasalar da, müəyyən qism, azan versələr də, açıq aydın, cümə qılsalar da, yenə ora Darul İslam sayılmır. Yəni, o bu məsələ belə də yazmışdır. Ona görə Şeyx Nasir-Din Əlbəni, Rahiməhullah, o da deyir ki, Darul İslam məsələsi bu divarla götürülmür. Çünki divarlar çəkilməyir. Yəni, bu, oradakı yaşayanlarla götürülür. Baxır, əgər çoxluq müsəlmandırsa, deyilir. Şeyx Albani Rahiməhullah deyir ki, baxmayaraq, o vaxtki Darul İslamla indiki Darul İslam fərqlənir. O vaxt məlum idi hər şey. Lakin indi qarışıqdır. Belə bir müsəlman ölkəsi olmasın ki, görsən orada kafirli olmasın və ya elə bir kafir ölkəsi görmürsün ki, orada müsəlmanlar qarışıq olmasın. Yəni, belə məsələlər biraz fərqlənib indi. Necə Şeyx Albani buyurur, Rahiməhullah. Lakin buna baxmayaraq Şeyx Albani deyir ki, indiki olan müsəlman ölkənin İslam diyarıdır, küfür diyarı deyil. Ona görə Şeyxülislam Rahiməhullah buyurur, yer, ərazi, ona olan hökm oranın əhalisi ilə fərqlənir. Ola bilər bir yer küfür diyarı sayılsın əhalisinə görə. Sonra İslam diyarı sayılsın əgər əhalisi İslamı qəbul etsə. Necə ki, Məkkə. Şeyxülislam deyir. Şeyxülislam deyir ki, Məkkə. Məkkə birinci Darul Küfür idi. Əhalisi kafir idi. Sonra əhalisi İslamı qəbul edir. Ora oldu Darul İslam. Lakin çox təəssüf ki, görürsən ki, bir gün bu məsələni bəzilər götürüb şişirdir. Bunu əqidədə o qədər məsələlər var, onları qaldırmırlar, hələ bunu qaldırırlar. Bəziləri deyir ki, bu əqidədir, əqidələndir, əsasdır. Bunu deməsən, sən müsəlman olmayacaqsan və əqidə əsaslanılandır. Halbuki ki, bu məsələ fikri məsələdir. Bunu tənkilmək lazım alimlərə, bunu şişirtmək lazım deyil. Bunda heç bir fayda yoxdur əslən. Bu fikri məsələdir. Bu alimlər ola bilər. 5 dənə rəy var bu məsələdə. 5 dənə. Fikri məsələdir, bir alim belə deyir, bir alim belə deyir. Lakin biz bilirik ki, cəmaat-ı təkfir və ya cəmaat-ül bid'a və filqa, yəni Şeyxülislam deyir ki, bidət əhləmişə, Şeyxülislam Rahimullah deyir, əhl-i sünnə və cəmaat nə işləyirlər? Cəmaat nə işləyirlər? Sünnəyə görə. Yəni sünnə birləşdirir. Amma bidət əhlinə deyirlər, əhl-i bid'a və filqa. Çünki bid'a neyini ayırır. Ona görə əhl-i bid'a və filqa bu məsələni şişirdirlər, yayırlar, lakin onların məqsədləri var, səni təkfir aparmağa, sonra xəyanətlər eləməyə, insanlar öldürməyə, haqsız insanları və s. və ya hakimə qarşı, dövləti qarşı çıxmağa və s. hansı ki, əhl-i sünnə və cəmaat belə şeylərə müxalifdir, belə fikirlərə, xavariclərin fikirlərinə.
Və həmçinin Şeyxülislam, ona görə Şeyx Hüseymin də rahimehullah bu məsələdə bir işarəsi var, onu da qeyd etmək lazımdır ki, Şeyx Hüseymin deyir ki, o hədis ki, hansı ki, baxmayaraq hədis uydurmadır, hubbul vatan minəl iman, vətəni sevmək imandandır, bu uydurmadır. Uydurma hədisdir, yəni batıldır. Lakin Şeyx Hüseymin deyir ki, rahimehullah, baxmayaraq, yəni bu hədis uydurmadır və s. Lakin İslam diyarını sevmək imandandır. İslam diyarını sevmək imandandır. Şeyx Hüseymin deyir, rahimehullah. Həmçinin qardaşlar, bunu yerin deyək, Riyaz-ı Salihin şərhində Şeyx Hüseymin deyir. 5-ci cild, 330-cu səhifə. Ona görə qardaşlar, yəni, əlhamdülillah bu məsələ var İslamda, qəribə deyil və kim ki vətəni məsələn meylidir, sevir, həddində, təbii ki bu da həddində olmalıdır. Bunda heç bir eyb yoxdur. Əslində şəriət bunu caiz görüb. Hətta Şeyx Hüseymin rahimehullah bir şərhində deyir ki, kim ki vətən uğrunda döyüşsə, ölsə, onun şəhid olmağı şərhi var. Ola bilər şəhid olsun. Məsələn, əgər Şeyx Hüseymin deyir ki, rahimehullah, əgər o döyüşdə, məsələn, öz ailəsini qorumaq üçün, həmçinin bu da İslamdandır. Nəfsi qorumaq, ailəni qorumaq və həmçinin dini qorumaq ki, orada qalsın din, müsəlmançılıq qalsın. Məsələn, müsəlmançılığa görə biz müsəlmanıq, onlar kafirdirlər, gəlirlər, bizi buna görə öldürürlərsə, kim buna görə döyüşür, ölürsə, inşallah şəhiddir. Şeyx Hüseymin deyib, rahimehullah, Şərhül Mumtidə kitabında. Həmçinin qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellemlə necə Tirmizi, İbn-i Hibban, Vəl-Hakim, Vəl-Beyhaqi rivayət ediblər İbn Abbas radiyallahu anhumadan deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Məkkə haqqında o vaxt hicrət eyləyəndə Peyğəmbər sallallahu aleyhi ve sellem Məkkə haqqında dedi. Vallahi, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Məkkə barədə çıxır Məkkədən. Ən sevimli yersən mənim üçün, bu yer üzündə. Əgər qolumum məni çıxartmasaydı, mən səndən başqa yerdə yaşamazdım. Məkkə üçün deyir. Hələ Məkkə onda nə idi? Dağı küfr idi. Buna baxmayaraq, Peyğəmbər sallallahu aleyhi ve sellem gəldi, hətta mühacirlər gəldi, Məkkəlilər Mədinəyə, lakin qəlbləri Məkkə ilə bağlı idi. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem dua elədi. Dua elədi mühacirlər üçün ki, Mədinəni də sevsinlər. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allahümmə həbbib ileynəl mədinətə kəmə hubbinə Məkkətə əv əşəd. Buxari dua edilib, həmçinin Müslim və başqaları. O duada deyir ki, Allahım, ya Allah, bizə Məkkəni sevdirdiyin kimi, Mədinəni də sevdir, Məkkəni də sevdir və ondan da çox. Və ondan da şiddətli. Dua edir Peyğəmbər sallallahu aleyhi ve sellem. O vaxt ki, Mədinəlilər baxmayaraq sahabələr gəlmişdi, o hakim Məkkə qalmışdı qəlblərində sevgisi. Həmçinin qardaşlar, şəriətə fikir verir, şəriət əhkamlarına vətəndən qovulmağı o da cəza sayılır. Cəzanın bir növüdür, vətəndən qovulmaq. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, o vaxt ki, ailəli olmayan zina eləsə, cəzası onun nədir? Cəzası onun odur ki, şallaq vurandan sonra bir il vətənindən, yaşadığı yerdən uzaqlaşdırmaq. Bu da cəzanın bir növüdür. Və ya məsələn, o adam ki, Allah və Rasuluna qarşı müharibə edib və ya fəsad edib yerisində, onun da cəzalarından biri odur ki, yaşadığı yerdən çıxartmaq. Bu da fikir verirsiniz, yəni vətəndən uzaqlaşdırmaq şəriət həmçinin əziyyətin cəzanın bir növlərindəndir. Ona görə insan xüsusən də İslami ölkədə yaşayırsa, yəni müsəlman ölkəsində yaşayırsa, Quran sevməlidir, çalışmalı üçün əmin-amanlıq olsun, xəyanət eləməməlidir və İslamı yaşatmalıdır orada, İslamı artırmalıdır, dəvət eləməlidir. Çünki sən dəvət eləməsən, indi balacılar çıxıb, deyirlər ki,
gəlin hicrət eləyək. Çünki bura darul küfürdür. Yaxşı, hara hicrət eləyək? Soruşursan ki, darul İslam var. Deyir, yox, darul İslam yoxdur. Onda hara gedək? Aya orada bilet bahadır. 20 milyondur. 20 milyondur uçmaq. Ona görə bahadır, hamı uça bilməyəcək. Onda hara gedək? Yaxşı, deyirsən Məkkəyə, deyir, yox, Məkkədə darul küfürdür. Deyirlər, balacalar, Məkkədə darul küfürdür. Ona görə bunlar hamısı zəlalətdir. Əhl-ül bid'a vəl firqa cəmatıdır. Onların məqsədi nədir? Qərbin əli ilə İslami ölkələrdə, müsəlman ölkələrində fitnələmək, dəvətin qabağını almaq, İslamın inkişafının qabağını almaq və fəsəd, İslami yayılmağın qoymamaqdır. Başqa şey deyil. Çünki müşahidə bunu göstərir, qardaşlar. Fikir versə də, harada adam çoxalır, bir-iki nəfər çıxır, ya atışlar, ya da doğrudan başdan çatışmayanlar, çıxırlar, deyirlər ki, gör ki, bunlar rəkətdə təzə bilən şurub tapıblar. Gör ki, buna demirdilər bunlar, orada olanlar. Bu gör ki, cəfakeşdir, bu gör ki, bələddən müsibətdir bu. İnternetdən bir-iki nə şey yoxdur, qutardı. Şeyxi də internetdir. Şeyx internet olmamalıdır. Aydın mı, qardaşlar? Kimin şeyxi internetdir, alə internet kimidir? Virus düşə bilər və s. Aydındır, qardaşlar? Ona görə, əlhamdülillah, vətən sevgisi var. Vətən sevmək, əlhamdülillah, imandan demək olar, müsəlman ülkəsi olduğuna görə, imanla əlaqəsi demək olar, var. Əlhamdülillah, Allah subhanətələ bizi eşidib faydalanlardan etsin. Allah subhanətələ ölkəmizdən üçün müsəlman ölkəni xətadan, baladan qorusun. Allah subhanətələ müsəlmanlara kömək olsun. Allah subhanətələ o müsəlmanlar ki, xəstələ yarvalar şəfa ver. Ya Rəb, bizi fitnədən və əhlindən qoruyub. Ya Rəb, məscidlərimizi açılmanı kömək ol. Ya Rəb, Əbbəkir məscidini açılmanı kömək ol. Ya Rəb, kimlər ki, mani olur, cəzalanandan göstər, başqalarından dərs olsun. Əqul həzə və əstəğfirullah li və ləkum və lisairil muslimin min kulli zəmb əstəğfiruh. İnnehu huvəl ğafurur rahim. Elhamdülillahi Rabbil alemin və salatu və salamu alə əşrafil ənbiya mürsəlin seyyidina Muhammedin və alə alihi və ashabi əcmaîn. İbadallah, innallahu ya'muru bil adli vel ihsani və ita'i zil qurba və yenha anil fahşai vel munkari vel baghi ya'idukum la'allakum tezekkerun və lezikrullahi ekber vallahu ya'lemu ma tesna'un və aqimus salat.